Salam əzizləyicilər. Bu videoda başlıqdan da göründüyü kimi fizikadan ümumi təkrar videosunun izahını verəcəm sizə. Yəni ümumi 30 sualın izahı olacaq. İzaha keçmədən hər birinizi həm keçmiş Ramazan bayramı, həm də Novruz bayramı münasibətilə təbrik edirəm. Və blok imtahanda da hər birinizə uğurlar arzu edirəm. Yenə də xatırladım, sınaq qrupları fəaliyyət göstərir. Sınaq qrupu haqqında ətraflı məlumat açıqlamada var. Daha yaxşı təkrar eləmək üçün, daha çox test işləmək üçün və fərqli testlər işləmək üçün sınaq qrupuna qoşula bilərsiniz. Başlayaq suallara. Bir xatırlatma eləyim, videonu mənlə izləyənlərə aiddir bu dəqiqə, məndən paralel şəkildə yazanlara. Bu video, yəni 30 sualdan əlavə həm də təkrar olacaq. Yəni məsələn, birinci sual öz-özünə induksiyaya aiddir. Mən öz-özünə induksiyaya aid qısa məlumat da verəcəm sizə. Deməli, induktivliyi 0,2 Henry olan sarğacdan keçən cəryan şiddətinin zamanla asılı qrafikinə əsasən sarğacda induksiya olunan EHG-ni hesablayın. Öz-özünə induksiyanın düsturunu yazanda epsilon i bərabərdir mənfi L delta i bölünsün delta t'dir. Buradakı delta i böl delta t cəryan şiddətinin dəyişmə sürətidir. Yəni delta i böl delta t-ni kənardan tapsam delta i böl delta t bərabərdir 0 çıxılsın 8 bölünsün 0,2. Bu da verir mənfi 8 bölünsün %2. Yəni elə bilin ki 800 bölünsün 2 cavab olur mənfi 400. Gətirib bu ifadə yerinə qoysam 0,2 burada mənfi də yerində vurulsun mənfi 400. Mənfi mənfini müsbət edir. Cavab olur 8 volt. C bəndi. Ümumiyyətcə, buradakı mənfi işarəsi Lenz qaydasından alınan bir nəticədir. Nə deməkdir? İnduksiya cəryanı hər zaman dəyişmənin əksinə yönəlir. Yəni, artanda azaltmağa, azalanda isə artırmağa çalışır. Epsilon i'nin digər bir düsturu mənfi delta fi bölünsün delta t'dir. Burada delta fi'nin yerinə, yəni maqnit selinin dəyişmə sürətinin yerinə L delta i yazmaq olar. Elə ifadə də oradan alınır. Elə şərtdə də verilib L induktivlikdir. İnduktivliyin vahidi bir Henry'dir. Bunu da xüsusi olaraq sizin üçün yadda saxlamaq üsulunu deyim. Necə yadda saxlayın? Maqnit sahəsinin enerji düsturundan. Bilirsiniz ki, enerji düsturu W bərabərdir. L i kvadratı bölünsün 2-dir. Bu düsturdan L-i tapanda L bərabərdir 2W bölünsün i kvadratı. Yəni, bura əsasən induktivliyin vahidini yadda saxlayacağın ki, Henry bərabərdir Joule bölünsün amper kvadratına. Daha sonra başqa bir, deməli, bura aid, düzdür, bura aid deyil, amma yadınızda qalsın. Bilirsiniz ki, zamana vurma olanda fiqur sayəsindən tapılır. Məsələn, burada i-nin t-dən asılı qrafiki ayrıca bir sualda verib. Sizə desəydi ki, Q-nü tap, yəni oradan keçən yükü tap, fiqur sayəsindən tapa bilərdiniz. Çünki Q it-dir. Yəni zamana vurma varsa, fiqur sayəsi ilə həll eləmək olur. Xatırladım ki, bu ilin modelində Lenz qaydasına aid bir sual var. Tam olaraq mis boru və plastik boru ilə bağlı bir situasiya sualıdır. Modellərin də izahını eləmişəm. 2026-cı il 1-ci və 4-cü qrup üçün onları da mütləq şəkildə yazın və ya videosunu izləyin. Çünki bu ilin modeli qəbula çox uyğundur. 62. Maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olan protonun cızdığı çevrən radiusunun onun impulsundan asılı qrafiki hansı variantda doğru göstərilmişdir? Deməli, birincisi, bizə belə bir maqnit sahəsi versin. Bu, maqnit sahəsinin qüvvə xətləridir. Bilirik ki, bu N-dən çıxır, S-ə daxil olur. Qüvvə xətlərinə perpendikulyar istiqamətdə bir proton daxil olur. Bu protona deməli, təsir edən qüvvə Lorentz qüvvəsidir. Lorentz qüvvəsi məcbur edir ki, çevrə çizsin. Və təcilin düsturunu çıxaranda bilirsiniz ki, A bərabərdir F Lorentz, yəni QVB bölünsün M-dir. Bunu da V kvadratı bölə yerə mərkəzə qaçma təcillə bərabərləşdirirəm. Bu bərabərlikdən V-lərdən biri ixtisar gedəndə R üçün belə bir ifadə alınır. R bərabərdir. Özüm balaca ilə yazdım, çünki burada balaca R ilə verilib. R bərabərdir MV bölünsün QB. Buradakı MV sizə nəyi verir? İmpulsu. Ona görə olur P bölünsün QB. Ya buradan baxırıq ki, radius impulsdan düz asılıdır. Yəni cavab A variantıdır. Lorentz qüvvəsinə aid qəbula düşəcək başqa bir sual period sualıdır. Periodun düsturunu yazanda T bərabərdir 2pi m bölünsün QB-dir və yaxud 2pi bölünsün Q-B-dir. Burada Q- xüsusi yükdür. Və bir şey yadda saxlayın. Bu demək olar hər il qəbula gəlir. Period, tezlik və bucaq sürəti. Bu üçü nə sürətdən, nə impulsdan, nə kinetikdən, nə də radiusdan asılı deyil. Asılı olduqları düsturunda olanlardır.
Və Lorentz qüvvəsinin düsturunu təkrar bir də yazım. F Lorentz bərabərdir QVB sinüs alfadır. Yəni Lorentz qüvvəsi nəyə təsir edən qüvvədir? Maqnit sayəsində hərəkət edən yüklü zərrəciyə təsir edən qüvvədir. 63. Periodu 10 üstü mənfi 5 metr olan difraks qəfəsinin üzərinə dalğa uzunluğu 5 vuraq 10 üstü mənfi 7 olan işıq şüası düşür. İkinci tərtib maksimuma uyğun meyl bucağının sinusunu hesablayın. Çox əla sualdır. Hər il bu bölmədən sual düşür. Yəni difraksiya qəfəsinin düsturunu düşünsək, D sinus fi bərabərdir K lambdaya. Buradan kəmiyyətləri götürək. Öncə verilənləri yazıram. D bərabərdir 10 üstü mənfi 5 metr. Sonra dalğa uzunluğu lambda bərabərdir 5 vuraq 10 üstü mənfi 7 metr. İkinci tərtib deyir k bərabərdir 2, sinus fi bərabərdir suala. Buradan sinus fini tapanda sinus fi bərabərdir. Deməli k vur lambda bölünsün d, yəni 2 vurulsun 5 vur 10 üstü mənfi 7 bölünsün 10 üstü mənfi 5. 2 də 5'im 10, 10 üstü mənfi 6, 10 üstü mənfi 5'e böləndə cavab olur 0,1. Sinusu 0,1'dir. Difraks qəfəsinə aid hər il sual düşür. Yenə qeyd edirəm. Və bunu başqa cür nətər verə bilər? Keçən il məsələn Kmax istəyirdi. Kmax olanda sinus fini 1 götürürük. Yəni 90 dərəcə. Sinus fini 1 götürəndə deməli Kmax bərabərdir maksimal tərtib D bölünsün lambdadır. Buradakı D difraks qəfəsinin periodu heç nədən asılı deyil, amma D-nin öz düsturu var. D bərabərdir L bölünsün N-dir. L bu qəfəsin uzunluğu N oradakı cızıqların sayıdır. Və lambdanın da yerinə S bərabərdir lambda nü ilə əlaqələndirib lambdanın yerinə S bölünsün nü yazmaq olar ya da S vur T. Bu əvəzləmələr eləyib həmin düsturu biraz dəyişik formada yazmaq olar. Sonra difraks qəfəsinə aid hansı tip sualın yenə yəni bu qəfəs düsturundan bir yana hansı tip sualın qəbula düşəcəyini gözləyirəm. Məsələn, bura ağ işıq göndərdik. Perpendikulyar şəkildə. Bir dənəsi ilə götürək. Bu ağ işıq əgər qəfəs olmasaydı düz gedərdi. Qəfəsin sayəsində bu iki tərəfə meyl edir. Və bu meyl etmə nətər başlayır? Düsturdan baxıram D sinusu bərabərdir K lambda, sinus fi bərabərdir K lambda bölək D. Yəni dalğa uzunluğu çox olan çox meyl edir. Ən çox meyl edən olacaq qırmızı rəng. Sıralamanı bilirsiniz. Qırmızı, qırmızıdan sonra narıncı, narıncıdan sonra sarı, daha sonra yaşıl, mavi, göy və bənövşəyi. Göy və bənövşəyi. Yəni burada önəmli olan nədir? Tezliyi çox olan az meyl edir və yaxud dalğa uzunluğu çox olan çox meyl edir. Yəni ən çox meyl edən iki tərəfdə də qırmızı rənglərdir. Bu sıralama ilə bu şəkildə davam edir. Ən az meyl edənsə bənövşəyi rəngdir. Məsələn, burada bir meyl etmə fi bucağı yaranır. Bizə deyər ki, qırmızı şüadır. Qırmızını dəyişib bənövşə ilə əvəz eləsəm, sırf rəngini dəyişsəm deyir. Meyl bucağı necə dəyişər? Meyl bucağı azalar. Çünki düsturdan da görürəm ki, daha çox meyl edən dalğa uzunluğu çox olandır. Yəni qırmızı rəngdir. 64. Fotoeffekt üçün Einstein tənliyini göstərin. Çox önəmli suallardandır. Genetik əlaqəli sualdır. Bunu xüsusi olaraq qeyd elədiyim suallardandır. Biz burada fotoeffekt üçün Einstein tənliyini yazacağıq. Fotoeffekt üçün Einstein tənliyində bizə nə deyir? Bizə deyir ki, fotonun enerjisi iki şeyə sərf olunur. Bir, çıxış işinə, bir də ki, kinetik enerjiyə. İndi bu düsturu istənilən formada dəyişə bilərik. Nətər dəyişə bilərik? Foton enerji düsturlarını yazıram. Y foton bərabərdir H nü ya da HC bölünsün lambda. Və bu düsturdan da görürük ki, elə fotonun enerjisi tezlikdən düz asılıdır. Fotonun enerjisi dalğa uzunluğundan tərs asılıdır. Sonra çıxış işin düsturlarını yazsam, çıxış işi heç nədən asılı deyil, amma bu şəkildə bir düsturu var. Ya HC bölünsün lambda maksimal, bu fotoeffektə uyğun, qırmızı sərədə uyğun maksimal dalğa uzunluğudur, ya da H minimal.
İndi düsturda dəyişiklik eləsək, buradan Y foton, yəni əsas tənliyimiz budur. Y foton bərabərdir. A çıxış üstəgəl Y kinetik. Məsələn, Y fotonun yerinə HC bölü lambda qoymaq olar. Bu Y kinetik bu yanlışdır ümumiyyətcə. Bu da kinetik enerjidir. Bu da yanlışdır. HC bölü lambda və yaxud H növ digərləri doğrudur. Burada çıxmadır, bu yanlışdır. Daha sonra bu bərabərdir. A çıxışın yerinə HC bölünsün lambda max üstəgəl kinetikin də yerinə P kvadrat bölünsün 2-yə. Beləcə cavab B bəndidir. Yəni fotoeffekt tam olaraq nə deməkdir? Fotoeffekt işığın tezlə metalda elektronların qopmağıdır. Bəs tənlik bizə nə deyir? Deyir fotonun enerjisi elektronun metaldan çıxmağına, qopmağına, yəni çıxış işinə və kinetikə sərf olunur. Burada çıxış işinin düsturu bunlardır. Fotonun enerji düsturları bunlardır. Kinetik enerjinin düsturlarında yazsam, deməli Y kinetik bərabərdir. M V kvadratı bölünsün 2'dir. Bu kopan elektron kinetikidir. Sonra P kvadratı bölünsün 2M'dir. PV bölünsün 2'dir və EU'dur. Bunlar kinetik enerjinin düsturlarıdır. 65. Newton bölü metr hansı fizik şəmətin vahidinə uyğundur? Burada 65-də sualın cavabını birbaşa yaza bilərəm, amma biraz vahid üzərində, yəni digər şəmətlərə də baxaq. Məsələn, A variantında mexaniki gərginlik verir. Mexaniki gərginliyin düsturunu yazanda burada yazım ki, A variantıdır, qarışdırmayaq. Sigma bərabərdir, F bölünsün S-dir. Bunu vahidə çevirəndə sigma bərabərdir. Bu transkript içərisində yazaq. Deməli, Newton bölünsün metrin kvadratı. Yəni 1 Pascal tam açılışını yazanda bu əslində ehtiyac da yoxdur, amma burada yazım kiloqram bölünsün, metr vurulsun, saniyə kvadratı. Ümumiyyətcə vahidi Pascal olan, bu da 1 Pascaldır. Vahidi Pascal olan hansı kəmiyyətlər var? Vahidi Pascal olan təzyiq, mexaniki gərginlik və Young modulu. Məsələn, burada mexaniki gərginlik deyil. A variantı getdi. Sonra B variantına keçirəm. B variantında səthi gərilmə əmsalıdır. Burada sigma bərabərdir F bölünsün L-dir. Bu Newton bölünsün metrdir. Amma heç birindən asılı deyil. Bu səthi gəlmə qüvvəsinə aid ayrıca baxacağam. Sonra impulsun vahidinə baxıram. İmpulsun vahidi deməli kiloqram vurulsun, metr bölünsün saniyədir. Mütləq rütubətin vahidi rho bərabərdir m bölü v olduğuna görə deməli rho-nun vahidi kiloqram böl metr kubu ya da qram bölünsün metrin kubudur. Qüvvə momentinin vahidi isə Newton vurulsun metrdir. Burada səthi gərilmə əmsalıdır. Bu səthi gərilməyə aid də bu il qəbula sual düşmə ehtimalı çoxdur. Buna aid bir sual nümunəsi burada yazım. Çünki mən başda da qeyd elədim ki, bu video sadəcə 30 sualın izahından ibarət bir video olmayacaq. Təkrar videosudur. Başlıqdan da təkrar yazmışam. Və sizdən gələn geri bildirim əsasən, yəni sizin bu videoya marağınıza əsasən bu tip videoları davam elətdirə bilərəm qəbula qədər. Vaxt olduqca. Deməli, burada bir cisim düşünək. Suyun səthinə toxunan. Belə bir qabdır. Deməli, bu cisim yuxarı dartılır. Cismin tərəfinin uzunluğu, bax bu tərəfin uzunluğunu rəngləyin başqa nəşdə. Tərəfin uzunluğu buradadır. Cismin tərəfinin uzunluğu L-dir. Məsələn, düz bucaqlıdırsa L-i yazarıq 2A üstəgəl B, yəni perimetri. A məsələn bu tərəfidir, B də bu tərəfidir. Bu cismi qaldırmaq üçün lazım olan qüvvəni tapın deyəndə iki qüvvəni nəzərə alırsınız. F bərabərdir. Bir cismin mg-si, bir də səthi gərilmə qüvvəsi, yəni sigma L. Mg yerindədir, sigma L-in də üstəgəl, sigma vurulsun, L-in yerinə məsələn 2A üstəgəl B yaza bilərik. Yəni suyun səthinə toxunan bir cismi, bu cisimdir, bunun sahəsindən asılı olmayaraq suyun səthinə toxunan bir cismi oradan qaldırmaq üçün iki qüvvənin əvəzləyicisinə bərabər qüvvə ilə dartmalıyıq. Bu hansılardır? Ağırlıq və səthi gərilmə qüvvələri. 66. Neytronların artma əmsalının hansı qiymətində zəncirvari nüvə reaksiyası sönər? Deməli, nüvə reaksiyasını yaratmaq üçün ya neytrondan ya da protondan istifadə edirlər, amma daha çox neytron istifadə olunur. Niyə?
Çünki neytronu nüvəyə daxil eləmək çox rahatdır. Neytron yüksüzdür axı. Ya protonu nüvəyə daxil eləmək üçün böyük Coulomb qüvvəsinə qarşı üstünlük gəlmək üçün böyük enerji lazımdır. Çünki proton müsbət, nüvə müsbət bir-birini itələyir. Burada zəncirvari nüvə reaksiyasının qısa bir simulyasiya, yəni qısa bir reaksiyası kimi yazım. Nətər olacaq? Məsələn, neytron 0,1 daxil olur uran 92 235-ə. Bura daxil olanda deməli bu uran nüvəsi artıq bu neytronu udur və çevrilir uran 92 236-ya. Bundan sonra bu artıq stabil qalmır, mitoz bölünmə kimi ortadan nazikləşir və iki qəlpəyə bölünür. Bu qəlpələr deyək ki, bir X qəlpəsi olsun, bir də Y qəlpəsi. Burada həm yük, həm də kütlələrdən saxlama qanunu ödənməlidir. Aşağı 92-dir. Məsələn, bunun aşağısı deyək ki, 42-dirsə, bunun aşağısı 50-dir. Məsələn, bunun yuxarısı 130-dursa, bunun aşağısı da 103-dür. İndi aşağılara baxsaq, 50 ilə 42-ni toplayanda 92-ni verir. Yəni, bu ikisi bir yerdə. Çünki yük ədədinin saxlanma qanunu ödənməlidir. 42 ilə 50-ni topladıq, elədir 92. Yuxarıya baxanda 130 ilə 103 toplayanda verir 233. Amma bizdə 236-dır, deməli 3 dənə də təzə neytron yaranır. Bu neytronlar nə edirlər? İkinci nəsil neytronlardır. Bunlar da gedib artıq 3 dənə təzə uran nüvəsini parçalayırlar. Beləcə bu zəncirvari şəkildə davam eləyir. 3 dənədən 9-u yaranacaq. Bax, burada neytronların artma misalı K 3-ə bərabərdir. Vahidi yoxdur. Əgər K böyükdür 1 olarsa, bu idarə olunmaz nüvə reaksiyasıdır. Yəni, məsələn, buradakı kimi bir dənəsi daxil olub, bura bir dənəsi daxil oldu, amma neçə dənəsi çıxdı? 3 dənəsi çıxdı. Əgər 1-ə 3-ü çıxırsa, bu idarə olunmaz nüvə reaksiyasıdır. Yəni, partlayışla nəticələnəcək. Burada da baxıram ki, məsələn, birdən böyük olanlar idarə olunmazdır. Bir özü idarə olunan nüvə reaksiyasıdır. Amma bizə deyir ki, hansında sönən. Sönməsi üçün neytronların artma əmsalının birdən kiçik olmaq lazımdır. Yenə gedirəm, K neytronların artma əmsalıdır. Vahidsiz, adsız cəmiyyətdir. Bütün reaksiyalarda həm yük, həm də kütlələrdən saxlanma qanunu ödənməlidir. Bir də əlavə olaraq burada bir düsturda sizin üçün xatırlatma eləyim. Məsələn, radioaktiv maddələr, bilirsiniz, radioaktiv şüalar 3 tərkib hissəsinə bölünür. Alfa, beta, gamma şüalar və radioaktiv çevrilmə qanunu da bu düsturla müəyyən olunurdu. N bərabərdir, N0 vurulsun, 2 üstü mənfi, T bölünsün, T'dir. N burada parçalanmamış nüvələrin sayıdır. 2 üstü T qanunu ilə, yəni 2 üstü qüvvətlə gedir. Bura N0-dır. Məsələn, buranı 5T versək, 2 üstü 5 32 olduğuna görə bu olur N0 bölünsün 32. Həm radioaktiv nüvələrin sayı, həm də kütlə eyni qanunla dəyişir. Böyük T yarım parçalama periyodudur. Yalnız maddənin növündən asılıdır, başqa hissədən asılı deyil. 67. Cismin çökük güzgüdə alınan xəyalı hansı halda düzgün verilib? Deməli, cismin yerləşdiyi yerə baxıram. Cisim 2 qat Fox-la, yəni radiusla F arasında yerləşib. Buradakı şərti qeyd edək. D kiçikdir R-dən, böyükdür F-dən. Məsələn, D bərabərdir 1,5 F yaza bilərəm. Belə olanda kiçik f-ni tapanda kiçik f bərabərdir. F vur D bölünsün D çıxılsın F. Kəmiyyətləri yerinə qoysaq F vurulsun 1,5 F aşağıda 0,5 F böləndə cavab olur 3 F. Güzgünün böyütməsini tapanda Q bərabərdir. Kiçik f bölünsün kiçikdir. Yəni 3 f bölünsün 1,5 f cavabı olur 2. Əgər Q böyükdür bir şərt ödənirsə, buradakı kimi. Deməli, xəyal böyüdülmüşdür. Və çökük güzgüdə də bir dənə istisna vardı. Həmin istisna nə idi? Əgər D kiçikdir F olarsa, belə bir şərt ödənəndə xəyal mövhumi olurdu. Mövhumi düzünə və böyüdülmüş. Qalan hallarda xəyal həqiqidir. Ona görə də bu mövhumi bir də bir şey yadda saxlayırıq. Mövhumi xəyal hər zaman düzünə olur. Mövhumi tərsinə olan atdıq. Sonra burada sonsuzluqda deyil, sonsuzluqda olmaq üçün Fox-da yerləşməlidir. Həqiqi tərsinə ola bilər. Mövhumi düzünə bu da ola bilər. Həqiqi düzünə yanlışdır. Həqiqi xəyal hər zaman tərsinə olur.
İndi cismin yerləşdiyi yerə görə xəyalın alındığı yerə baxdıq. Xəyal 3 F-də alınmalıdır. Xəyal hansı formada alır? Xəyal olur həqiqi. Çünki çökük cüzüdə bir dənə mövhum halı var. O da D kiçik F olanda həqiqi tərsinə, çünki həqiqi xəyal hər zaman tərsinə olur və böyüdülmüş. Sualın cavabı həqiqi tərsinədir, D bəndidir. İndi xəyalı quraq. Xəyalı qurmaq üçün 3 şüadan istifadə edəcəyim. Birinci şüa paralel şüadır. Çökük cüzüyə paralel düşən şüa qayıdır və fokusdan keçir. Bunu fokusdan davam etdirməliyim. Bu birinci şüa. İkinci şüa güzgünün təpə nöqtəsinə, yəni tam kəsişdiyi nöqtəyə, bu nöqtəyə göndərilən şüa bu necə gedirsə, həmin bu cəhətdə də qayıdır. Burada gəlib sanki erdə alınırmış kimi görünür. Xəyal erdə yox, erdən uzaqda alınmalıdır. Şüaları biraz doğru kəsişdirməmişəm. Məsələn, bu yaşıl rəngdə göndərdiyimi biraz da meylləndirim, fokusdan keçəni. Məsələn, deyək ki, gəlsin buralarda kəsişsin. Üçüncü şuanı necə göndərik? Üçüncü şuanı fokusdan keçirib göndərik güzgünün üzərinə. Bu da paralel qayıdır. Kəsişmə gəlib düşəcək bura. Xəyal buradadır. Xəyal olur, həqiqi, böyüdülmüş və tərsinə. Ümumiyyətcə, xəyalı qurmaq üçün 3 şuadan istifadə edirik. Birinci şua paralel göndərilmiş şuadır. Paralel göndərilmiş şua necə hərəkət edir? Sınır və daha doğrusu qayıdır və fokus nöqtəsindən keçir. İkinci, güzgünün mərkəzinə göndərilmiş şüa hansı bucaqda gedirsə, həmin bucaqda qayıdır. 3. Fokusdan keçərək güzgü üzərinə düşən şüa paralel qayıdır. Buradakı çökük güzgü idi. Əgər bunun əvəzinə qabarıq güzgü versəydi, qabarıq güzgüdə xəyal hər zaman mövhumi düzünə və kiçildilmiş olardı. Bizə çökük güzgü deyir. Çökük güzgü toplayıcı lens hakimidir. 68. Rəqs konturundakı kondensatorun lövhələr arasında məsafəni 2 dəfə azaltdıqda yerinə elektromanyetik rəqslərin periodu necə dəyişər? Yenə önəmli suallar. Ümumiyyətcə, buradakı sualların hər birini xüsusi olaraq qeyd edirəm. Çünki qəbula düşən və düşə biləcək suallardır. Rəqs konturu üçün ən önəmli düsturumuz hər il qəbula gələn Thomson düsturudur. T bərabərdir 2pi kök altda LC. Buradakı C kondensatorun tutumudur. C'nin düsturunu açanda epsilon, epsilon 0, S bölünsün D'dir. Gətirib bu düsturda 2pi'ni yerində saxlayıram. Kök altda epsilon, epsilon 0, S vurulsun L bölünsün D. Bizə nə deyir? Lövhələr arası məsafəni 2 dəfə azaltdıqda, məsafəni 2 dəfə azaltdıqda period kök altda 2 dəfə artar. C bəndidir. Düsturundakı hər şeydən asılıdır. Məsələn, L-in yerinə mü vurulsun L0 yaza bilərik. Məsələn, burada kondensatordur. Bu hava kondensatorudur deyək ki, hava kondensatorun tutumu C0'dır. Əgər bunun lövhələr arasına dielektrik daxil eləsəm, tutum nə edirdi? Tutum epsilon dəfə artırdı. C0 vurulsun epsilon. Onda period kök altı epsilon dəfə artar, çünki kök altı asılıdır. İnduktivliyə baxanda, induktivliyin də düsturu mü vuraq L0'dır. Məsələn, belə bir sarğac düşünək. Bu sarğac L0'dırsa, əgər bura bir induktivlik daxil olunursa, artıq L nəyə bərabərdir? Mü vurulsun L0. Deməli, sarğaca ferromagnetlik daxil edəndə də induktivlik mü dəfə artır, periodsa kök altda mü dəfə. Çünki bu düstur, Thomson düsturu çox önəmli düsturdur. Bu düstura aid də sual böyük ehtimal bu ildə qəbula düşəcək. 69. Birciz maqnit hissəsində yerləşmiş cəryanlı naqilə təsir edən amper qüvvəsinin istiqamətini müəyyən edin. Deməli, birinci burada amper qüvvəsinin düsturunu yazsam, F amper bərabərdir IBL sinüs alfa. Amper qüvvəsi hansı qüvvədir? Maqnit sayəsində cəryanlı naqilə təsir edən qüvvə. Və istiqaməti sol əl qaydası ilə tapılır. Sol əl qaydası belədir. Sol əl elə tuturuq ki, induksiya vektoru ovucumuza daxil olsun. Yəni, bu xətlər ovucumuza girsin. Belə olanda 4 barmaq iyni, yəni cəryanı göstərir. Cəryan hansı istiqamətdədir? Cəryan şəkildən bizə doğrudur. Dairə içində nöqtə şəkildən bizə doğru deməkdir. Cəryan şəkildən bizə doğrudursa, yəni
Əlimizin içinə tutduq ki, bu oxlar ovucumuza girdi və dörd barmağı şəkildən bizə tərəf tutanda baş barmaq düşür yuxarıya. Deməli, bu naqilə təsirdən amper qüvvəsi yuxarı istiqamətdə yönəlir. Məsələn, burada başqa bir sual növünə baxaq. Deyək ki, belə bir maqnit sayəsi verib, induksiya bizdən şəkilə doğrudur və burada belə bir cəryanlı naqil var. Buna təsirdən tapanda X, induksiya bizdən şəkilədir, əlin üstünü tuturuq şəkilə tərəf, 4 barmaq iyini göstərəndə baş barmaq düşür yuxarı. Amper qüvvəsi yuxarıyadır. Və bir şey də xatırladım, bu ildə qəbul elə sual gələ bilər. Cəryanlı naqillərdə belə bir xüsusiyyət var. Əgər naqillərdə cəryan eyni istiqamətdə olarsa, onlar bir-birlərini cəzb edirlər, əks olarsa itələyirlər. Məsələn, belə bir üçbucağın təpə nöqtəsinə yerləşdirək. Çox asan sualdır əslində bu. X bu birincidir, nöqtə ikincidir, X bu da üçüncüdür. Məsələn, 3-ə təsirdən əvəzləyici qüvvəni tapacağın. 1-3-ü cəzb eləyir, qüvvəni bu tərəfə götürürük. Bu F 1-3-dür. 2-3-ü itələyir, çünki əksdir. Bu da F 2-3-dür. Əvəzləyici düşəcək sol tərəfə. 70. Düz xətlər işləyən cismin sürət zaman qrafikinə əsasən 1-2 nöqtələrinə uyğun təcilləri və impulsları modullarını müqayisə edin. Deməli, burada cismin necə hərəkət edildiyinə baxsaq, cisim bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən hərəkətdə bərabər olan nədir? Deməli, təcillər və qüvvələr. Eyni xəttin üzərində olduğuna görə yazırıq A1 bərabərdir A2-yə. F-ləri müqayisə eləsək F1 də bərabərdir F2 yazardıq. Amma impulsun düsturunu yazanda P bərabərdir MV-dir. Sürəti böyük olanın, yəni V2 böyükdür V1 olduğuna görə eyni ilə P2 də böyükdür P1-dən. Deməli, A-lar bərabər, amma P1 kiçikdir P2-dən, yəni impulsu getdikcə artır. Məsələn, bu cismin təcilinin zamandan asılı qrafikini çəkəndə A-nın T-dən asılılığını çəksək, sürət qrafiki yuxarı getdiyinə görə təcil müsbətdir, qrafik belədir. S-in T-dən asılılığını çəkəndə yeyinləşən hərəkət elədiyinə görə S-in T-dən asılılığı belədir. 71. Cismin maydakı çəkisinin ona təsirin Arximед qüvvəsindən asılı qrafikinə cismin vakuumdakı çəkisini hesablayın. Deməli, cismin maydakı çəki düsturunu yazanda, sualı həll eləmədən bu düsturu yazım. P maye bərabərdir, mayedəki çəki mc çıxılsın, F Arximeddir. Ya, buradan baxıram ki, mayedəki çəki Arximed artanda azalır. Buradakı qrafik də onu verir. İndi mən burada Arximedin yerinə 0 götürsəm, Arximedi 0 götürəndə P-maye bərabərdir, mc-dir. Vakuumdakı çəkidir, yəni buradır. Eyni şey, deməli, çəki 0 olanda da Arximed mc-yə bərabərdir. Ona görə kəsdiyi nöqtədəki qiymətlər ilə mc-dir. Cismin vakuumdakı çəkisi elə 24 Newtona bərabərdir. Bu düsturda biraz dəyişikliklər eləyək. Çünki yenə qeyd edirəm ki, burada məqsəd təkrardır. Maydakı çəkinin düsturunda MJ-nin yerinə rho cisim V cisim J yazıram. Çıxılsın Arximedin yerinə Romaye V cisim J. Buradan V cisim J-ni çıxartdım mötərizə xaricində, mötərizənin içində qaldı rho cisim çıxılsın Romaye. Bu çəkinin burada vurulsun V cisim. Bu çəkinin düsturu oldu. Daha doğrusu V cisim J. Deməli, mayedəki çəki üçün belə bir düstur yazdıq. P maye bərabərdir. V cisim J vuraq. Yuxarıda almışam düsturu. Rho cisim çıxılsın Rho maye. Çəki ən azı 0 ola bilər. 0 da nə vaxt ola bilər? Rho cisim bərabərdir Rho maye olduqda. Buradan baxırıq ki, mayenin sıxlığı artdıqca çəki azalır. Yəni, çəkinin mayenin sıxlığından asılı qrafikinə baxsaq, başqa-başqa mayelərdir. Cismin sıxlığı sabitdir. Qrafik olacaq belə. Əgər rho cisim bərabərdir rho maye olarsa, yəni mc-dən başlayır, rho cisim bərabərdir rho maye olarsa çəki olur 0. Amma mayedəki çəkinin, bu məsələn bu il toplu əlavə olunub, cismin sıxlığından asılı qrafik isə bu şəkildə bir qrafikdir. Çünki bu düsturdan baxıram ki, çəkinin ola bilməyi üçün rho cisim böyükdür, rho maye olmalıdır. Rho cisim kiçik bərabərdir rho maye olanda çəki olmur. Çünki Arximed qüvvəsi ağırlığa bərabər və yaxud ondan böyük olsa, cisim üzərsə çəkisi yoxdur. Bir də ümumiyyətcə yadınızda qalsın, cismin sıxışdırıb çıxartdığı mayenin çəkisi cismə təsirdən Arximed qüvvəsinə bərabərdir. Sıxışdırıb çıxartdığı nə deməkdir? Buna aid bu yaxınlarda 2 təcrübə paylaşmışam. Məsələn, bu yuxarı hissədə onu ayrıca çəkim. Çünki artıq dim daha çox
uşaqların məntiqin, abituriyentlərin məntiqin yoxladığına görə belə suallar, şəkilli suallar gələ bilər. Təsəvvürləyin, belə bir qabdır. Maksimal səviyyəsinə qədər doludur. Yenə qeyd edirəm, eyni təcrübəni bu yaxınlarda paylaşmışam. Belə bir qabdır və maksimum səviyyəsinə qədər doludur su ilə. Yana da əlavə bir qab qoymuşuq ki, əgər su daşıb tökülərsə, bura tökülsün. Deməli, bura bir cisim atanda, belə bir cisimdir. Düşdü suyun dibinə. Çünki rho cisim böyükdür, rho su şərti var. Müəyyən qədər suyu sıxışdırıb çıxarır bu qaba. Bax, bu mayeyə, yəni sıxışdırıb çıxartdığı maye budur. Yəni, buradan su tökülür bura. Sıxışdırıb çıxartdığı mayenin çəkisi cismə təsirinin Arximet qüvvəsinə bərabərdir. Niyə? Çünki Arximet qüvvəsinin düsturunu bilirsiniz ki, rho maye V cisim J'dir. Buradakı rho mayedir. Sıxışdırıb çıxartdığı mayenin çəkisini yazanda bunu M maye vurulsun J. Bundan ötəri yazacağım. Rho maye, V maye, J. Və düsturlara diqqət eləsəz, bir-birindən sadəcə V cisim V maye ilə fərqlənir. Və bu cismin həcmi, yəni bu cisim özü nə qədərdirsə, tam batdığına görə V cisim bərabərdir V maye, sıxışdırıb çıxartdığı mayeyə bərabər olduğuna görə buradan alırıq ki, F Arximet bərabərdir P maye. Yəni cismə təsir edən Arximet qüvvəsi cismin sıxışdırıb çıxartdığı mayenin çəkisinə bərabərdir. Bir də biz aşağıdakı sualda 71-də nəyi gördük? Cismi mayeyə daxil edəndə onun çəkisi azalır. Nə qədər azalır? Arximet qüvvəsi qədər. 72. Dövrdəki termistoru soyutduqda V1 və V voltmetrlərin göstərişi necə dəyişər? Deməli, termistorun şərt işarəsi orada verilib. Termistor yarım keçirici cihazdır. Termistoru qızdıranda müqavimət azalır. Soyutsaq müqavimət artır. Müqavimət artırsa, dövrdəki bir ampermetr düşünək. Burada bir ampermetr olsun. Cəryan şiddəti necə tapılacaq? Cəryan şiddətinin düsturu I bərabərdir. U bölünsün, ümumi U-dan gedir söhbət. R üstəgəl R termistordur. Və termistoru soyudanda termistorun müqaviməti artdığına görə ümumi müqavimət artdı. Deməli, ümumi cəryan şiddəti azaldı. İndi gəlirik voltmetrlərin göstərişlərinə. Məsələn, bu voltmetrə baxsaq, bu voltmetr birbaşa mənbəyə qoşulduğuna görə və mənbəyin də gərginliyi konstant olduğuna görə V bərabərdir konstant. Yəni termistoru, rezistoru qızdırsaq da, soyutsaq da V voltmetrinin göstərişi dəyişməz. Çünki V voltmetri birbaşa mənbəyə qoşulub. Amma gəldik V1-ə. V1 qoşulan yerdə V1 bərabərdir I vurulsun R-dır. R dəyişmir, yəni bunun müqaviməti sabitdir. Bu müqavimət öz-özlüyündə dəyişmir, amma oradan keçən cəryan azalır və R bərabərdir konstant. I azalırsa, deməli V də, V1 də azalacaq. Ona görə V1 azalar, V isə dəyişməz. V1 ona görə azaldı ki, V1 qoşulan yerdən keçən cəryan azaldı. Çünki dövrə hissəsi üçün ohm qanununa görə I bərabərdir. U bölünsün R'dir. Buradan U bərabərdir IR yazırıq. U İ'dən düz asılıdır. Amma nə zaman ki R bərabərdir konstantdır. Yəni U'nun İ'dən asılığın düz aslıq çəkərik əgər R bərabərdir konstant olsa. Və dairəyə aldığım qırmızı hissədə də R dəyişmədiyinə görə, yəni V1 qoşulduğu hissədə, çünki voltmetr nəyə paralel qoşulursa onu ölçür. V1 qoşulan hissədə R dəyişmir, amma I azalır. I azalırsa deməli V1 də azalır. V niyə dəyişmədi? Çünki ümumiyə qoşulub və ümumi gərginliyin sabitliyi aşağıda verilib. 73. Manqan 25-55 üstəgəl sual işarəsi. Bu bizə verir ferrum 26-55 üstəgəl neytron 0-1 reaksiyasında naməlum zərrəciyi təyin edin. Ümumiyyətcə, bütün reaksiyalarda, istəyir nüvə reaksiyaları daxil olmaqla həm yük, həm də kütlə ədinin saxlanma qanunu ödənilir. Deməli, 25, 55-dir. Üstəgəl X alınıb dəmir 26, 55 izotopu, üstəgəl neytron 0,1.
Deməli, həm yük, həm də kütlələrdən saxlanması ödənməlidir. Bura baxıram ki, 25, bura 26-dır. Deməli, bura 1-dir. Yuxarı hissəsinə sağ tərəfdə baxıram, 55-in üstə 1 gəlirik, 56-dır. Burada da deməli 55-dir. Deməli, bu da 1-dir. Çünki toplayanda 56 verməlidir. Ya bura 26-dırsa, burada 26 olmalıdır. Bura 56-dırsa, burada 56 olmalıdır. Axtardığımız element x1 1-dir. x1 1 də proton deməkdir. Bunları elementar zərrəciklərdən bilməlisiniz. Məsələn, protonu bu şəkildə işarələyirik, 1, 1, neytronu belə işarələyirik, 0, 1, elektronu -1, 0, fotonu 0, 0, alfa zərrəciyi isə 2, 4. Foton yüksüz və kütləsiz zərrəcikdir. Gravitasiyası, daha doğrusu gravitasiya sahəsinin daşıyıcısı gravitonlardır. Foton elektromagnet sahəsinin daşıyıcısıdır. Deməli, burada reaksiyaya bir əlavəm yoxdur. Sadəcə bir şey yadda saxlayın. Həm yük, həm də kütlə ədədini saxlama qanunu ödənməlidir. Bunu sözlə necə verə bilər? Bizə deyər ki, bir dənə cümləyə diqqət edin. Deməli, manqan ə, protonla bombardıman edilir. Protonla bombardıman edilmək üzərinə proton gəlir deməkdir. Ona görə üstəgəl x-dir. 74. Səs dalğası havadan suya keçdikdə hansı fiziki keymiyyətlər dəyişər? Deməli, səsin sürətinin düsturunu yazanda V bərabərdir lambda nü və yaxud lambda bölünsün T. Amma səsin sürəti nə tezlikdən, nə dalğa uzunluğundan, nə də perioddan asılı deyil. Səsin sürəti mühitdən asılıdır. Havadan suya keçirsə, sıxlıq artır. Burada rho sıxlıq olaraq yazım. Sıxlıq. Sıxlıq artanda səsin yayılma sürəti də artır. Ona görə havadan suya keçid hansı fizik kəmiyyət dəyişər deyir, sürət artacaq. Sürət artırsa dalğa uzunluğu da artır, amma tezlik dəyişmir. Period dəyişmir. Ona görə 1 olan cavabları buradan atırıq. Cavab 2 və 3-dür. Səs havadan suya keçdikdə mühitin sıxlığı artdığına görə səsin yayılma sürəti və dalğa uzunluğu artır. Ümumiyyətcə səsin və yaxud da ki, mexaniki dalğanın mühitdə ümumilikdə elektromagnet dalğasının yayılma sürəti yalnız mühitdən asılıdır. Mühit dəyişmədiyi müddətcə dəyişmir. Səs uzunla mexaniki dalğadır və sürətinin dəyişməyi üçün bir mühitdən başqa mühitə keçmək lazımdır. Bizim eşidə bildiyimiz 16 Hz ilə 20 kHz arasındadır. Tezliyi 16-dan böyük, daha doğrusu kiçik olanlar olur infrasəslər, 20-dən böyük olanlarsa ultrasəslər. Səs vasitəsilə cisimlərin yerinin təyin olunmasına səs lokasiyası deyilir. Orada işlədəcəyimiz düstur VT bölünsün 2-dir. Çünki səs eyni qədər məsafəni gedir və qayıdır. 75. Verilmiş kütlə ideal qaz üzərində hansı proses aparılmışdır? Deməli, qrafika baxırıq, P bərabərdir konstantdır. Təzyiq sabitdirsə, deməli, bu izobar prosesdir. Və qrafik sola getdiyinə görə buradan diqqət edirsiniz. Qrafik sola getdiyinə görə həcm azalır. Həcm azalırsa, deməli, bu sıxılmadır. Proses olur izobar sıxılma və yaxud izobar soyuma. Niyə soyuma deyirik? Çünki P bərabərdir konstant olanda temperatur, buna uyğun qrafik seçəsi olsam, temperatur və həcm bir-biri ilə düz mütənasibdir. Bunu çevirəndə qrafik olacaq belə. Məsələn, buradakı qrafiki rho-nun T'dən asılığı kimi çəksək, qrafik çəkərik bu formada. Hamısı eyni prosesdir. Bura 1-2 yazsam, bu da 1-2-dir. İzobar sıxılma, soyumadır. Bu da 1-2-dir. İzobar sıxılma, soyumadır. Buradan bir də təkrar üçün düsturları xatırladım. MK-nin əsas tənliyi P bərabərdir N, K, T və Mendeleyev-Clapeyron. PV bərabərdir M bölünsün M, R, T. Bu düsturları da yəqin ki, yaxşı bilirsiniz. Yəni, təkrar eləməyiniz faydalı olar sizə. Məsələn, bu prosesdə soyuma prosesi olduğuna görə daxili enerji azalır, orta kinetik enerji azalır. Çünki orta kinetik enerjinin düsturunu yazanda Y kinetik bərabərdir 2də 3 kT'dir, yalnız temperaturdan asılıdır. Daxili enerjinin düsturu isə 2də 3 M bölünsün M RT'dir. 76. Epsilon epsilon 0 S U bölü D ifadəsi hansı fizik kəmiyyət təyin edilir? Deməli, epsilon epsilon 0 S bölü D C'dir. Yəni kondensatorun tutumudur. Buradakı düsturu kənardan ayrıca yazsam, epsilon epsilon 0 S U böl D. Dediyim ifadəni ayrıca bunu ayıranda bu bizə verir C'ni, düstur olur CU. CU da verir Q'nü.
Yəni kondensatorun yükünü. Çünki kondensatorun tutumunun birinci düsturu C bərabərdir. Q bölünsün U və yaxud N-yə bölünsün U-dur. Bu düsturdan Q-nü tapanda Q bərabərdir CU. Müstəvi kondensatorun tutum düsturu da C bərabərdir. Epsilon epsilon 0 S böl D olduğuna görə gətirib yerinə qoysaq yuxarıdakı düstur alacağıq. Əlavə olaraq burada tutum vahidini də sizə xatırladım. Deməli tutumun vahidi bir faraddır. Faradın açılışını yazanda farad bərabərdir. Deməli, kulon bölünsün voltdur. Kulonu yerində saxlayıb, voltun yerinə joule bölünsün kulon yazanda, bu olur kulon kvadratı bölünsün joule. Yəni, amper kvadratı vur. Saniyə üstü 4, kiloqram vurulsun metrin kvadratı. Bir də tutum bu düsturdakıların heç birindən asılı deyil. Yəni, nə yükdən, nə gərginlikdən, nə də ki, oradakı elektronların sayından. 77. Kübür yükü kvadratın mərkəzi O nöqtəsində yaratdığı elektrik hissəsinin intensivliyi E olarsa, O nöqtəsində yekun intensivliyi hesablayın. Deməli, nöqtəvi üçün intensivlik düsturunu yazanda E bərabərdir K vurulsun, modulda Q0 bölünsün R kvadratıdır. Yükün modulya düz, məsafə ilə isə kvadratik tərsdir. Bir də başqa bir şey var idi. Əgər bizə müsbət bir yük verərsə, bunun intensivliyini çəkəndə yükdən çıxan çəkirdik. Amma mənfi yük verərsə, yükə daxil olan. Birinci E'dir. 2 ilə 3-ə baxsaq bir-birlərini tarazlaşdıracaqlar. Niyə belə olur? Çünki 2 ilə 4 daha doğrusu bir-birinə əksisdir. 3 ilə 1-ə baxanda isə bunlar eyni istiqamətdədir. Məsələn, 1-in istiqaməti belədir. Çünki müsbətdir, birdən çıxır. 3-ün də istiqaməti elə olduğuna görə bu düşür eyni istiqamətdə və cavab olur 2Y. Yəni əgər birinci E'dirsə, üçüncü də E'dir və onlar eyni istiqamətdə olub toplanır. 2 ilə 4 isə bir-birini sıfırlayır. Çünki intensivlik vektorialdır. Vektor qaydasında toplanır, çıxılır. Eyni olanda toplayırıq, əks olanda çıxırıq. 90 dərəcə olanda kök altda kvadratlar cəmi. Qəbula düşməyi gözlədiyim bir sual növüm bura aid sizə izah edeyim. Yəni bu həm əyani, həm onlayn hazırlıqda da çox üzərinə düşdüyüm suallardandır. Damalı vərəqdə verilənlər. Deməli, bizə bir nöqtəvi yük verib, Q0 yükü buradadır. Bunun işarəsinin heç bir önəmi yoxdur. Çünki intensivliyin düsturuna baxsaq, modul var. Yəni, işarə önəmli deyil. Qiyməti üçün önəmli deyil, istiqamət üçün önəmlidir. Burada bir A nöqtəsi və burada da bir dənə B nöqtəsi var. Bizə deyir ki, YA bölünsün, YB-ni tap. Bu sualı həll eləmək üçün intensivliyin düsturuna baxırıq. R-dən kvadratik tərsdir. YA bölünsün YB-ni yazacağın RB-nin kvadratı bölünsün RA-nın kvadratı kimi. İndi A-ya qədər məsafəni tapanda buranı bu şəkildə birləşdirirəm. Bax, bu yaşıl xətt RA-dır. B-yə qədər məsafəni tapanda bu xəttdir, bu da RB-dir. RA-nı tapanda RA bərabərdir kök altda 1-in kvadratı üstəgəl 3-ün kvadratı, bu verir kök altda 10. RB-ni tapanda kök altda 4-ün kvadratı üstəgəl 2-nin kvadratı, bu da verir kök altda 20. Bunu hardan alıram? Məsələn, 1 üçün bunu həll edeyim. B üçün. B-yə qədər məsafəni tapanda katetlərdən biri 4-dür. Digər katet 2-dir. 4-ün kvadratı və 2-nin kvadratı 16 ilə 4 topladıq kök altda 20. Gətirib burada nisbətin yazanda, kvadratı ilə nisbətin yazanda RB kök altda 20-dir. Kvadratı verir 20. RA kök altda 10-dur. Kvadratı verir 10. Nisbət olur 2. Yəni A-dakı intensivlik B-dəki intensivlikdən 2 dəfə çoxdur. Və yaxud A-da intensivlik 20-dirsə, B-də intensivlik 10-dur. Necə tapdıq? Məsafələrin tərs müqayisəsi ilə və məsafələri də tapanda düz xəttlər çəkdik. A-ya qədər məsafə və B-yə qədər məsafə. 78. Verilmiş metal üçün fotoeffektin qırmızı sərhədi sarı işığa uyğundur. Hansı şüanın təsirlə fotoeffekt müşahidə olunar? Bu fotoeffektin qanunlarından biridir. Fotoeffektin qanunlarından birində deyilir ki, əgər düşən işığın tezliyi böyük bərabərdir minimal şərti ödəyərsə fotoeffekt baş verir. Bizə deyir ki, müşahidə olunur. Qırmızı sərhəd düşür sarı işığa. Və elektromagnet dalğaları şkalasını burada yazsam, ən başda gəlirdi qamma şüalar. Qammadan sonra gəlirdi rentgen. Sonra gəlirdi ultra bənövşəyi. Sonra bənövşəyi, göy,
mavi, yaşıl, sarı, narıncı, qırmızı, infraqırmızı və radio. Bizə deyir ki, fotoeffektin qırmızı sərhəddi, bura diqqət edin, qırmızı sərhəddi sarı işığa düşür. Buradadır. Tezliyi sarıdan böyük olanlar fotoeffekt yaradar. Tezliyi sarıdan böyük olanlar yarada bilər. Yarada bilməyən hansıdır? Tezliyi sarıdan kiçik olanlar. Məsələn, qırmızı yarada bilməz. Çünki nü qırmızı kiçikdir, nü sarıdır. İnfraqırmızı ümumiyyətcə yarada bilməz. Bu da buradan getdi. Narıncı yarada bilməz. O da sarıdan aşağıdadır. Radyo dalğa yarada bilməz. Sarıdan yuxarıda bir dənə ultra bənövşəyi var. Baxın, fotoeffektin qırmızı sərhədə uyğun tezliyi heç nədən asılı deyil. Yəni bu nü minimal, hətta onun yanına lambda maksimal, hətta onun yanına A çıxış gətirsən. Bu üç kəmiyyət, buna xüsusi diqqət edin, qəbula gələcək böyük ehtimal bunlar. Bu üç kəmiyyət nə düşən işığın tezliyindən, nə dalğa uzunluğundan, nə enerjisindən, bunlar heç nədən asılı deyil. Amma bu qırmızı sərhəd elə adı üstündə bir sərhəd formalaşdırır. Yəni fotoeffektə uyğun qırmızı sərhəd o deməkdir ki, fotoeffektin baş verə biləcəyi minimal tezlik sarıdır. Tezlik sarıdan böyük bərabər olanda fotoeffekt olur. Tezlik sarıdan kiçik olarsa, yəni sarıdan aşağılar hansılardır? Narıncı, qırmızı, infraqırmızı, radio bunlar fotoeffekt yarada bilməz. 79. Ağzı bağlı qablarda su və onun doyan buxarı var. Doyan buxarın konsentrasiyaları və təzyiqlərini, deməli, təzyiqlərini müqayisə edin. Doyan buxarın sıxlığı, təzyiqi və konsentrasiyası. Üçü də temperaturdan asılıdır. Temperatur artırsa, doyan buxarın təzyiqi də artır, konsentrasiyası da artır. Ona görə P2 böyükdür P1-dən, həmçinin N2 böyükdür N1-dən. Yenə qeyd edirəm, doyan buxar ideal qaz qanunlarına tabe deyil. Öz mayesi ilə dinamik tarazlıqda olan buxardır və doyan buxarın sıxlığı, təzyiqi, konsentrasiyası yalnız temperaturdan asılıdır. P'nin, bu seçdiyim qrafik doyana aiddir. N'in, R'nun. T'dən asılığı bu şəkildə bir qrafikdir. Doyan üçün. İzoxor prosesdə. Və yaxud da ki, P'nin, N'in, R'nun V'dən asılığı T bərabərdir konstant sabitdir. Yenə doyandı. Çünki temperaturla bağlı. Temperatur artanda artır, azalanda azalır. Temperatur dəyişmirsə dəyişmir. Bu il doyan buxara aid necə bir sual, kütlənin necə dəyişdiyinə aid suallar gələ bilər. Məsələn, yadınızda qalsın, burada A-dan B-yə və yaxud burada da A-dan B-yə hər ikisində, yəni doyan buxar halında temperatur artanda, həcm artanda buxarın kütləsi artır, mayenin kütləsi isə azalır. Bu nə vaxta qədər davam edir? Maye bitənə qədər, yəni doyan doymayana çevrilənə qədər. 80. Bir güzgüsü üzərinə düşən şüanın iki güzgüsündən qayıtma bucağını hesablayın. Müstəvi güzgü üzərinə düşən şüanı hansı bucaq altda düşürsə, həmin bucaq altda da qaytarır. Ya bu səthin perpendiküllərini çəkdim, şüanı davam elətdirirəm bu şəkildə. Yəni burada 40 dərəcədir. Sonra digər səthin perpendiküllərini çəkirəm, ikinci güzgünün. Bu güzgüdən də qayıdan şüanı çəksək belə qayıdacaq. Və bucaqlara baxanda, bura 40-dırsa, bura 50 dərəcədir. Deməli, qayıtma bucağı elə olacaq 40 dərəcə. A bəndi. Çünki qayıtma bucağı nədir? Qayıdan şüa ilə perpendikulyar arasındakı bucaqdır. Deməli, bura 40-dırsa, bunun qarşısı 40-dır. Bu düz bucaqlı üst bucaqdır. Bura 90-dır, 40, bura 50 olur. 50-dirsə, bunun qarşısı bu tərəf 50-dir. Bura 50 dərəcədir. Qayıdan şüa nədir? Qayıdan şüada, daha doğrusu qayıtma bucağı nədir? Qayıdan şüa ilə perpendikulyar arasındakı bucaq. Bu da olacaq 40 dərəcə. Güzgülərdə görmə oblasına aid sual da düşə bilər. Görmə oblastını necə təyin edəcəyin? Burada bir yenə damalı vərəq çəkim. Bir də bir şey yadda saxlayın. Müstəvi güzgüdə xəyal hər zaman mövhumi, düzünə və özü boyda alınır. Hər zaman belə olur. Yaxınlaşdırsaq da cismi, uzaqlaşdırsaq da deməli xəyalın ölçüsü dəyişmir. Burada güzgü var. Və burada bir A nöqtəsi var. A nöqtəsindən güzgüyə baxanda görmə oblasını tapmaq üçün öncə güzgünün aşağı təpə nöqtəsinə bir şüa göndəririk. Bu şüa hansı bucaq altda getdisə, həmin bucaq altda da qayıtmalıdır. Sonra ikinci şüanı göndəririk güzgünün yuxarı təpə nöqtəsinə. Bu da hansı bucaq altda gedirsə, həmin bucaq altda qayıtmalıdır.
Bax, bu qaydan şüalar, bax, bu oblast olur görmə oblastı. Yenə qeyd edirəm, bura onu sözlə də yazım. Müstəvi güzgüdə xəyal hər zaman olur mövhumi, düzünə və özü boyda. Yəni siz müstəvi güzgüdə, düz güzgüdə böyüdülmüş, kiçildilmiş xəyal ala bilmərsiniz. Hər zaman mövhumi düzünə özü boyda olacaq. 81. Yalnız sabit sürtünmə qüvvəsinin təsiri ilə üfüqi səthdə hərəkət edən cismin başlanğıc sürətini 4 dəfə artıqda tormoz müddəti necə dəyişər? Deməli, belə bir cisim düşünək. Bu cismə yalnız sürtünmə qüvvəsi təsir eləsin. Bu, bunun hərəkət istiqamətidir. Sürtünmə qüvvəsi də hər zaman hərəkətin əksinədir. Yalnız sürtünmə varsa Newton ikinci qanunu yazsaq, MA bərabərdir mü mj-yə, yəni MA bərabərdir F əvəzləyiciyə. Buradan A bərabərdir mü j. Yalnız sürtünmə varsa bu cisim yavaşlayacaq. Cismin sürətinin zamananaslıq qrafiki bu şəkildədir. Bu tormoz verdiyi andakı sürət, bu da tormoz müddətidir. Və bizə deyir ki, tormoz müddəti necə dəyişər? Tormoz müddətini düsturun yazanda yazırıq T tormoz bərabərdir V0 bölünsün A, yəni V0 bölünsün mü J. Tormoz müddəti başlanğıc sürətdən düz asılıdır. Başlanğıc sürəti 4 dəfə artırdıqda tormoz müddəti də 4 dəfə artar. Bir də tormoz yolu anlayışı var. Tormoz yolu isə tormoz verilən andan dayana qədər gedən yoldur. Bu V0-ın kvadratı bölünsün 2 müjədir. Ya da yaza bilərik S tormoz bərabərdir. V0 vurulsun T tormoz bölünsün 2. Bir də nəyi yadda saxlayırıq? Tormoz müddətində avtomobil yavaş hərəkət edir. Mexaniki enerji daxili enerjiyə çevrilir. Məsələn, S-in T-dən asılılığını bu şəkildə yazırıq. Qrafiki çəkirik. Yavaşmağın səbəbi nədir? Bir dənə sürtünmə qüvvəsi var, o da hərəkətin əksinədir. Və T tormozun düsturunu biraz dəyişik formalarda da yaza bilərik. Deməli, V0 bölünsün μ-dir. Sürət məxrəci M-ə vursaq, bilirsiniz, kəsirin sürətin və məxrəcin eyni bir kəmiyyətə vura bilərik. Deməli, burada MV0 bizə verir P0 impulsu, MMC də F sürtünməni. Eyni şey S tormozunda yaza bilərəm. Bu da olar Y-kinetik bölünsün F sürtünmə. 82. Cismin səpəci və toplayıcı linzalarda xəyalların əsas Euler-Venn diaqramına uyğunluğu müəyyən edin. Hər ikisinə D kiçikdir F verilir. Bu çox önəmli haldır. Çünki toplayıcı linzada yalnız bu halda xəyal mövhum olur. Ona görə bir getdi ortaya. Xəyal böyüdülmüşdür. Bu toplayıcı linzaya aiddir. Xəyal düzünədir. Mövhumu xəyal hər zaman düzün olur. Xəyal kiçildilmişdir. Bu da səpəci linzadır. Deməli 4, 1, 3, 2 cavab B bəndidir. Bunların bir-bir xəyallarını quraq. D kiçikdir F məsələsinə uyğun olaraq. Birinci səpəci linzada xəyalı quraq. Səpəci linzanın sxeminin bu şəkildə olduğunu bilirsiniz. Bu fokus nöqtələri. D kiçik F-dən, yəni cisim yerləşib fokusdan yaxında. Bu cismin xəyalını qurmaq üçün birinci paralel şüa göndərirəm. Paralel göndərdiyim şüa kənara gedir. Elə kənara səpilir ki, uzantısı fokusdan keçsin. Çünki səpəci linzadır. İkinci şüanı göndərirəm optik mərkəzə, yəni tam ortasına. Bu şüada sınmadan yoluna davam edir və bu ikisinin kəsişməsində xəyal alınır. Bu cisim, bu da onun xəyalı. Xəyal hansı formadadır? Mövhumi, düzünə və kiçildilmiş. Səpəci linzada xəyal hər zaman bu formadadır. Yəni cisim harda yerləşir, yerləşsin. Səpəci linzada xəyal hər zaman olur mövhumi, düzünə və kiçildilmiş. İndi toplayıcı linzada bu xəyalı qursaq, bu da çox xüsusi haldır. Çünki toplayıcı linzada yalnız cisim fokusdan yaxında yerləşəndə xəyal mövhum olur. Amma hansı formada olduğuna baxsaq, bu fokus nöqtəsi, bu da fokus nöqtəsidir və burada bir cisim var. Bu cismin xəyalını qurmaq üçün birinci işimiz paralel şüanı göndərməkdir. Paralel göndərdiyimiz şüa sınır və fokusdan keçir. Uzantısını davam elətdiririk bu tərəfə.
İkinci şuanı göndərirəm optik mərkəzdən. Optik mərkəzdən göndərdiyim şua sınmadan yoluna davam edir. İkisinin uzantısının kəsişdiyi nöqtədə xəyal alınır. Xəyal hansı formadadır? Mövhumi, çünki şuaların uzantıları kəsişib, düzünə və böyüdülmüş. Bu da hansı cihazdır? Lupa. Bu yaxınlarda əslində buna aid də bir təcrübə paylaşmışdım sizlə. Yəni, toplayıcı linzada cisim yalnız D kiçikdir F şərti ödənəndə, D kiçikdir F olanda xəyal olur mövhum. Amma bu xəyal hansı formada olur? Mövhumi düzünə və böyüdülmüş. Səpəci linzada isə xəyal hər zaman mövhumi düzünə və kiçildilmişdir. Toplayıcı linzanın fokus məsafəsi müsbət olduğuna görə optik qüvvəsi də müsbət olur. Səpəci linzada isə fokus məsafəsi mənfi olduğuna görə optik qüvvəsi də mənfi olur. Və bu iki kəmiyyət, yəni optik qüvvə və fokus məsafəsi ikisi də nələrdən asılıdır? Bir, linzanın sındırma əmsalından, iki, yerləşdiyi mühitin sındırma əmsalından, bir də linzanı əmələ gətirən sferaların əyrilik radiusundan. 83. Fotoelementin voltan bir xarakteristikasına əsasən düzgün fikirləri seçin. Deməli, burada fikir verirsə, saxlayıcı gərginliklər eynidir. Yəni, kəsişmə nöqtəsindən görürük, bu U saxlayıcıdır. Yazırıq ki, U saxlayıcı 1 bərabərdir U saxlayıcı 2. Bu saxlayıcı gərginliyin düsturunu yazanda U saxlayıcı bərabərdir H, nü çıxılsın nü minimal bölünsün Y-dir. Hətta bunu HC də yaza bilərik, yəni belə də yazmaq olar. HC bölünsün Y, mötərizənin içində 1 bölü lambda çıxılsın 1 bölü lambda maksimal. Əgər saxlayıcı gərginlik eynidirsə, deməli tezliklər eynidir. nü1 bərabərdir nü2-yə. Çünki fotoeffektin qanunlarından birində deyilir ki, saxlayıcı gərginlik və qopan elektronların maksimal kinetik enerjisi düşən işığın tezliyindən və yaxud dalğa uzunluğundan asılıdır. Amma doyma cərəyan şiddətlərinə baxanda görürəm ki, I doyma 2 böyükdür I doyma 1-dən. Yəni ikincinin doyması daha yuxarıdadır. Bu o deməkdir ki, qopan elektronların sayı da çoxdur. Yəni N2 böyükdür N1-dən. Cavab 3 və 5-dir. Deməli, U saxlayıcının eyni olmağı, tezliyin dalğa uzunluğunun eyni olmağıdır. Ona görə burada hətta yaza bilərdik. Lambda 1 bərabərdir, lambda 2-dir. Yaza bilərik, nü1 bərabərdir, nü2-dir. Hətta Y1 bərabərdir, Y2-dir. Yəni, fotonun enerjisindən gedir söhbət. Düşən işığın dalğa uzunluğu, tezliyi və enerjisi eynidir. Niyə? Çünki saxlayıcı gərginliklər eynidir. Amma doyma hissəsinə baxanda, doyma hissəsi bu hissədədir. Burada isə İkincinin doyması daha yuxarıda olduğuna görə orada işığın intensivliyi də daha çoxdur. Beləcə düşən fotonların sayı da çoxdur. 84. Elektromagnet dalğasının tezliyini 3 dəfə artırsaq, şüalanmanın sel sıxlığı neçə dəfə artar? Şüalanmanın sel sıxlığı elektromagnet dalğasında keçilən önəmli bir hissədir və o elektromagnet dalğası haqqında bir məlumat da verəcəm sizə. Çünki buradan da qəbula sual düşə bilər, asan sual gələ bilər özdə. Elektromagnet dalğasının intensivliyini düsturun yazanda intensivlik J bərabərdir. W bölünsün, S vurulsun, T'dir. Vahid səthdən vahid zamanda şüalanan enerjidir. W bölək T-ni P kimi götürəndə bunu P bölək S kimi də yaza bilərik və yaxud P bölünsün 4pi R kvadratı. Çünki sferanın sayəsidir. Və elektromagnet dalğasının intensivliyi tezliyin 4-cü dərəcəsi ilə düz mütənasibdir. Periodun 4-cü dərəcəsi ilə tərsdir. Ona görə də tezliyi 3 dəfə artıranda 3 üstü 4. Ya, bu da verir 81. 81 dəfə artar. Yenə qeyd edirəm, şüalanmanın sel sıxlığı tezliyin 4-cü dərəcəsi ilə düz mütənasibdir. Elektromagnet dalğaları haqqında bunu deyim. Elektromagnet dalğalarının, daha doğrusu elektromagnet rəqslərində tam enerji maqnit sahəsinin enerjisi ilə, deməli, elektrik sahəsinin enerjisinin cəminə bərabərdir. Elektromagnet rəqsləri rəqs konturu adlanan bir cihazda istehsal olunur. Rəqs konturu tutumu C olan kondensator və induktivliyi L olan sarğacdan ibarətdir. Burada kəmiyyətləri iki qrupa bölürük. Bir var kondensatora aid olan kəmiyyətlər, bir də var sarğaca aid olan kəmiyyətlər. Bunlar nələrdir? Kondensatorun gərginliyi, kondensatorun yükü və elektrik sahəsinin enerjisi. Sarğaca aid olanlarsa sarğacdan keçən cərəyan şiddəti, maqnit seli
və maqnit sahəsinin enerjisidir. Bir qrup kəmiyyət artanda o biri qrup azalır. Yəni elektrikə aid olanlar artanda maqnitə aid olanlar azalır. Və burada çox önəmli bir hissə var. Məsələn, T bərabərdir 8-də 1 periodda, yəni periodun 8-də 1-də ya da 360-ı 8-də 1 nə eləyir? 45 dərəcədə sinusla kosinus bərabər olduğuna görə W elektrik, yəni kondensatorun enerjisi W maqnit sarğacdakı maqnit enerjisinə bərabər, bu da bərabər W tam bölünsün 2-dir. Yəni tam enerjinin yarısıdır. Məsələn, bizə bir dənə belə bir qrafik versə, deyək ki, Q-nün T-dən asılıdır. Kosinusdan bir qrafik verib. U-nun qrafikini quranda eyni ilə quracağın, çünki Q ilə U eyni fazadadır ya da U bərabərdir 2 böl C-yə görə. U-nun asılığı olduğu kimidir. W elektrikin qrafikini quranda isə enerji mənfi oblastda keçə bilmədiyinə görə bu qırıq xətlər tam enerjidir. Maksdan başlayır, bu şəkildə davam edir. Elektrikə aid olanlar maksa gəlirsə, sarğaca aid olanlar, yəni maqnitə aid olanlar sıfırdan gələcək. İyini tapanda Q-dən törəmə alırıq. Törəmə alanda pi bölü 2 qədər, yəni 4də 1 qədər qabaqlayır. Ona görə i-nin qrafiki olacaq bu şəkildə. I belədirsə, fi-nin də qrafiki eyni formada olur. Çünki fi ilə də i eyni fazadadır. Bu fi bərabərdir. L-i-dən də yadda saxlaya bilərsiniz. Amma W maqniti tapanda W maqnit isə yenə mənfi oblastda keçə bilməyəcək, amma sıfırdan gələcək. 81. Sistemin təcilini hesablayın. Deməli, burada blokda cisimlərə təsirdən qüvvələrə baxsaq, sol tərəfdən cismi aşağıya doğru ağırlıq qüvvəsi, yəni burada 4 vuraq 10, sağ tərəfdən də 6 vurulsun 10 qüvvələri çəkir. Newton 2-ci qanunu bura tətbiq eləyəndə yazıram M1 üstəgəl M2 ümumi kütlə vurulsun A bərabərdir. M1J çıxılsın M2J-yə. Bu ifadənin A-nı tapanda A bərabərdir. 6 ilə 4-ü topladıq 10, yuxarıda isə 60 çıxılsın 40. 20 bölünsün 10, cavab olur 2. Cisimlərin hərəkət təcili 2 metr bölək saniyə kvadratıdır. Bu tərpənməz blokdur. Tərpənməz blok qüvvədə qazanc vermir. Yalnız qüvvənin istiqamətini dəyişmək üçün istifadə olunur. 86. Daxili enerjisi 12 kilojol, təzyiqi 4 kilopascal olan ideal qazın həcmi neçə kub metrdir? Deməli, 86-cı sualda daxili enerjinin düsturu ilə gedəcəyin U bərabərdir 2-də 3 PV. Buradan V-ni tapanda V bərabərdir 2U bölünsün 3P. Yəni 2 vurulsun U-nun yerinə 12, P-nin də yerinə 3 vur 4. Cavab olur 2 kub metr. Deməli, buradan başqa bir şey də sizin üçün qeyd edeyim. Məsələn, daxili enerjinin düsturundan əlavə bizə P-nin V-dən asılılıq diaqramı versə, belə bir keçid olsa, məsələn, 1-dən 2-yə keçid, burada izoproses olsun və yaxud olmasın. Daxili enerjinin, bu məsələn izoproses deyil. Daxili enerjinin dəyişmə düsturunu belə yaza bilərik. 2-də 3 P2 V2 çıxılsın P1 V1. Daxil enerjinin dəyişməyin bir neçə üsulu var. Bu üsullardan biri, iki üsulu var daha doğrusu. Biri mexaniki iş görmək, bir də istilik verməkdir. İstilik vermənin də 3 növü var. İstilik keçirmə, konveksiya və şualanma. Bu tip bir sual gələ bilər. Bu termodinamika MKN ilə bağlı olan. Məsələn, belə bir U şəkilli boru verər. Bilirsiniz, U şəkilli boru mayeli manometrdir. Bunun içərisində hər hansı bir qaz var. Və boruda maye səviyyəsi bu şəkildədir. Sonra bunu hər hansı bir topladakı suallara uyğunlaşdırmaq üçün bu formada çəkirəm. Hər hansı bir qabın içərisinə daxil edir. Və qabın içinə daxil edəndə maye səviyyəsi bu şəkildə olur. Ya bu şəkildən gördüyümüz nədir? Qazın təzyiqi azalıb. Çünki birinci şəkildə qazın təzyiqi atmosfer təzyiqinə bərabər idi. Bunu hardan bilirik? Bu tip sualları həll edəndə maye səviyyəsi aşağı olan yerdən kəsirik.
Ya məsələn, buradan keçəndə ikisində də maye səviyyələri eynidir. Yəni buradan təzyiq göstərən, məsələn, sağ tərəfdən təzyiq göstərən qabın ağzı açıq olduğuna görə P atmosferdir, sol tərəfdən təzyiq göstərən P qazdır. Birinci şəkildə P qaz bərabərdir P atmosfer. Qazın təzyiqi atmosfer təzyiqinə bərabərdir. İkinci qabdakını həll eləyəndə, deməli, yenə maye səviyyəsi aşağı olan yerdən kəsirəm. Baxıram, sağ tərəfdə yalnız atmosfer təzyiq edir. Sol tərəfdə isə həm qazın təzyiqi var, bu üstdən edən, həm də ρGH var. Yəni P atmosfer bərabərdir P qaz üstəgəl ρGH-dir. Nə deməkdir? 1-dən 2-yə keçəndə qazın təzyiqi azalıb. Təzyiq azalıbsa deməli temperatur azalıb. Temperatur azalıbsa deməli daxili enerji azalıb və kinetik azalıb. Yəni burada soyuq su olub. Bu qabda soyuq su olduğuna görə bu kolbanı soyuq suya daxil edəndə temperatur azaldığına görə içərisində təzyiq azalır. Təzyiq azalıb, təzyiqin azalma səbəbi elə temperaturun azalmağıdır. Ona görə kinetik və daxili enerji də azalır. İrəlidəki videolarda da bunlara xüsusi olaraq dəyəcəm. Bu tip suallar yenə deyirəm qəbula gələ bilər. 87. Bir cins elektrik sistemlərinə daxil olan zərrəciklərin hərəkətlərinə uyğun qrafikləri müəyyən edin. Deməli, burada baxırıq birinci zərrəciyə. Bir cins elektrik sahəsidir. Bunu niyə xüsusi olaraq vuruladım? Çünki bəzən bu maqnit sahəsi var. Genetikdə bu tip suallar var. Və burada bu tərəf müsbətdən başlayıb bura mənfiyə gedir. Müsbət yük qüvvə xətləri istiqamətinə gedirsə yeyinləşir. Səbəb nədir? Çünki buna təsir edən qüvvə düşür hərəkət istiqamətində. Biz də bilirik ki, qüvvə hərəkət istiqamətində yönələrsə yeyinləşən hərəkət edilər. V bərabərdir V0 üstəgəl AT-dir. Hətta sırf elektrik olduğunu nəzərə alanda deməli V0 üstəgəl A-nın yerinə Q-yə bölək M vurulsun T. Sürət bir qiymətdən başlayıb artacaq. Niyə belədir? Çünki buradan baxıram ki, bunun başlanğıc sürəti var. Yəni sıfırdan başlamır. İndi buna diqqət etsək, ikinci bura müsbət, bu da mənfidir. İkinci də qüvvə xətləri sınır dağılır, amma ikinci mənfi zərrəcikdir. Buna təsir edən qüvvə belədir. Qüvvə hərəkətinin əksinə olduğuna görə bu yavaşlayacaq. 2-yə gedir, D bəndi. Bu arada 1-ə B və C variantları hər ikisi gedir. Çünki yeyinləşən hərəkətdir ikisi də. Üçüncüyə baxsaq neytrondur. Neytron bərabər sürətlə hərəkət edər. Ona görə 3-ə də aid olacaq. 4 və ikinciyə A bəndində əlavə edirik. Yavaşlayır. Yavaşlayanda ST-dən yan üstə asılıdır və sürəti də azaldığına görə A və D variantları getdi. Üçüncüsüyə isə sadəcə deməli Y variantı gedir. 1-ə BC, 2-yə AD, 3-ə də Y. Birinci yeyinləşən hərəkət elədi, çünki qüvvə hərəkət istiqamətindədir. İkinci yavaşlayan hərəkət elədi, çünki qüvvə hərəkətin əksinədir. Üçüncü bərabər sürətli, çünki qüvvə təsir eləmir. Kulon qüvvəsinin düsturunu yazanda F bərabərdir. Ya bir cins sahə olduğuna görə Q-yə yaza bilərik. Elektrik sahəsinə təsir edən qüvvə. Əgər yükü yoxdursa, ona qüvvə təsir eləməz. Ona görə neytron bərabər sürətlə hərəkət elədi. Çatdıq situasiya sualına. Sualın şərti belədir. 200 qram kütləli 50 sm uzunluqlu naqildən 0,4 Tesla induktivli bir cis maqnitəsinə qüvvə xətlərinə perpendikulyar olmaqla tavandan asılmışdır. Mənbəyə birləşdirən xətlərin kütləsi nəzərə alınmır. Naqildə axan cəryan şiddətini hesablayın. Naqildə axan cəryan şiddətini tapanda burada dövrə hissəsi üçün ohm qanunu yazsaq, I bərabərdir. U bölünsün R-dir. Yəni 8 bölünsün 2 cavab olur. Deməli 4 amper. Cəryan şiddəti ampermetr adlanan cihazla ölçülür. Cəryan şiddətin hansı formada düsturları gələ bilər bizə imtahanda? Bilirik ki, bu I bərabərdir U bölü R-dir, amma R-in düsturu R bərabərdir. Rho L bölünsün S-dir. Gətirib yerinə qoysam I bərabərdir. U vur S bölünsün Rho L. Yəni naqildən axan cəryan şiddəti naqilin uzunluğundan tərs asılıdır. Naqildə axan cəryan şiddəti N kəsin sayəsindən düz asılıdır. Və yaxud R-in başqa bir düsturu var. R bərabərdir. R0 vurulsun 1 üstəgəl alfa T-dir. Gətirib I-də yerinə qoysaq olacaq U bölünsün. R0 vuraq 1 plus alfa T. Yəni temperatur artanda cəryan şiddəti də azalacaq. Səbəb müqavimətin artmağıdır. Bizim sualın cavabı burada bənövşəyi rəngdə yazdığımdır. Yəni sualın cavabı budur. Qalan hissəni əlavə məlumat kimi yazmışam.
Digərində deyir ki, naqilə təsirdən amper qüvvəsini hesablayın. Burada amper qüvvəsini hesablayanda amper qüvvəsi F amper bərabərdir. I, B, L-dir. Cəryan şiddətini 4 amper tapdıq. B-ni verib 0,4. Burada özü verib. Uzunluq da 50 santimetrdir. 0,5 də buradadır. Deməli 0,5-i 0,5-i 4-ə vuranda 2, 2-ni də 0,4-ə vuranda cavab olur 0,8 Newton. 90-da deyir ipin gərilmə qüvvəsini hesablayın. Öncə təsir edən qüvvələrə baxsaq. Ağırlıq qüvvəsi aşağı istiqamətdədir. mg. Sol əl qaydasını işlədəcəyin. Burada sol əl qaydasını tətbiq eləmək üçün cəryanın istiqaməti sağ tərəfə. X-dir, əlin üstün tuturuq şəklə tərəf. 4 barmaq cəryanı, yəni sağı göstərəndə baş barmaq göstərir yuxarı. Amper qüvvəsi yuxarı, ipin gərilməsi yuxarı. Tarazlıq halında yuxarı olan qüvvələr aşağı olan qüvvələrə bərabərdir. Yəni T üstə gəl F amper bərabərdir mg-dir. Bu ifadədən T-ni tapanda T bərabərdir mg çıxılsın F amperdir. Kütlə 200 qramdır. Bu verir 0,2 vurulsun 10 çıxılsın amper qüvvəsində 0,8 tapmışıq. 2-dən 0,8 çıxanda cavab olur 1,2 Newton. İpin gərilmə qüvvəsi 1,2 Newtona bərabərdir. Məsələn, buna bənzər başqa nə tər sual gələ bilər? Təsəvvürləyin, yenə bizə bir dövrə verə bilər. Bu da onlayn dərsdə çox soruşduğum suallardandır. Əgər, çünki son illər belə suallar çox gəlir. Burada K açarı var və naqil buradadır. A, B. Bizə deyə bilər ki, U, AB bərabərdir konstantdır. Yəni A ilə B arasında gərginlik sabitdir. Və naqilin öz müqaməti nəzərə alınmır. Yəni buranın müqaməti nəzərə alınmır, uzunluğu L-dir. Ətrafında da maqnit sayəsi verib, yenə X-ləri verib. Yəni induksiya bizdən şəkilə doğrudur. Bizə deyə bilər, K açarını qapadıqda naqilə təsir edən amper qüvvəsi necə dəyişər? Amper qüvvəsinin düsturunu bilirsiniz ki, F amper bərabərdir IB L-dir. Yəni biz I-nin necə dəyişdiyinə baxacağıq. K açarının açıq vəziyyətində cəryan bunların üçündən də keçdiyinə görə buranın müqaməti nə qədər idi? R üstə gəlir bölü 2, yəni 1,5 idi. Amma açarı qapayandan sonra artıq cəryan bu şəkildə gedəcək. Yəni bunlardan keçməyəcək. Müqamət nə olur? R. Müqamət 1,5 yerdən R-ə gəldi. Müqamət 1,5 dəfə azalırsa, deməli cəryan şiddəti və ona uyğun olaraq da amper qüvvəsi 1,5 dəfə artır. Yəni belə sualları sırf müqamətin necə dəyişdiyinə baxaraq həll edəcəyin. Çünki amper qüvvəsi cəryan şiddətindən asılıdır. Düstur IBL-dir. Cəryan şiddətindən müqamətdən asılıdır və tərs asılıdır. Bir dənə də sual növü izah edeyim. O da qəbula düşməyin gözlədiyim sual tiplərindəndir. Yenə qeyd edirəm, topluda əslində eyni suallar var. Ümumiyyətcə, sizə bir nöqtə verəndə o nöqtəyə daxil olan cəryan oradan çıxan cəryana bərabərdir. Yəni, neçə amper daxil olursa, oradan da o qədər çıxmalıdır. Təsəvvürləyin, bu tip bir sual var. R verib. Bu R'dir. Bu 2 R'dir. Bu 3 R'dir. Ampermetr də buradadır. Bizə sadəcə bunu verir. Məsələn, bizə deyir ki, buradakı cəryan şiddəti 6 amper olarsa digərlərini tap. Biz o dəqiqə bunlara diqqət edirik. Bu üçü bir-birinə necə qoşulub? Bu üçü bir-birinə paralel qoşulub. Və paraleldə U-lar bərabərdir. U-lar bərabərsə belə bir şey yaza bilərəm. Yazaram ki, 6 vurulsun R, yəni U bərabərdir. 2R vurulsun I2-yə. Buradan I2-ni tapanda bu verir 3 amper. Buranın cəryan şiddəti 3 amperdir. Sonra eyni şeyi aşağı üçün yazanda yazıram ki 6 vurulsun R bərabərdir. 3R vurulsun I3-ə. Buradan I3 də bərabərdir 2 amperdir. Yəni 2 amper də buradandır. Bu nöqtəyə daxil olan cəryan buradan çıxan cəryana bərabər olmalıdır. Yəni bura bir dənə xətt çıxır. Buna I deyək, amma 3 dənə xətt daxil olur. Ona görə ampermetrin göstərişini tapanda I bərabərdir I1 üstəgəl I2 üstəgəl I3-dür. Yəni 6 üstəgəl 3 üstəgəl 2 cavab olur 11 amper. Ora daxil olan, oradan yəni bu nöqtəyə, istənilən nöqtədə yekun cəryan 0 olmalıdır. Yəni nöqtəyə daxil olan nöqtədən çıxana bərabər olmalıdır. Beləcə bu izahı burada yekunlaşdırıram.
Hər birinizə uğurlar arzu edirəm. Yenə də qeyd edirəm ki, daha effektiv təkrar üçün sınaq qrupuma qoşula bilərsiniz. Qrup haqqında ətraflı məlumat açıqlamada yerləşdirilib. Qısaca onu deyim ki, istənilən bir mövzu üzrə ətraflı çox test işləyəsiniz. Məsələn, deyək ki, elə termodinamika mövzusunu götürsək, termodinamikada həm hədəf quizin, həm güvən quizi, üstəgəl bir dənə situasiya, həm Landau testləri, həm modeldən seçmələr, bunlar hər biri işlənəcək. Bundan əlavə 4 testdən bir özümün əlyazma xüsusi sınaqlarım var. Onları da işləyəsiniz. Bütün bunları əldə etmək üçün sınaq qrupuna qoşula bilərsiniz. Hər birinizə uğurlar. Sağ olun. Növbəti videolarda görüşənə qədər.